Salam dəyərli izləyicilər, mən tarixçi Günay Hüseyin. Bugün Demokrat və Qadın Təşəbbüsləri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin dəstəyi ilə həyata keçirilən keçmişin kölgələri Türk dünyası tarixinin müqayisəli, təhlili layihəsi çərçivəsinin müəllifi və aparıcısıyam. Bugün çox maraqlı biz bir mövzuya toxunacağıq. Özünə Tanrının cəzası deyən, əgər günahınız olmasaydı, Tanrı məni sizlərə cəza olaraq göndərməzdi deyən Çingiz xandan bəhs edəcəyik və onun Türk dünyasında rolu, Türk dünyasında yeri, Türkləri və Çingiz xanı nə bağlayır? Çingiz xan bəzilərinin dediyi kimi Türk idimi? Çingiz xanın ordusunda Türklər var idimi? Ümumiyyətlə, Çingiz xanı Türk dünyasına nə bağlaydı və sonraki əsrlərdə onun Türk dünyasına təsiri nə ilə ölçülürdü deyə biz suallara cavab tapmağa çalışacağıq. Bu mövzu müasir tarixşünaslıqda ən çox müzakirə olunan mövzulardan biridir. Qonağımız dəyərli tarixçi Əkbər Nəcəf Hocadır. Əkbər bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırırsınız. Çingiz xan məşhur bir şəxsiyyətdir. Əkbər bəy bilirsiniz. Və bir dəfə də bizim sizinlə bu barədə bir söhbətimiz olmuşdu. Bütün Orta əsr müsəlman hökümdarlarının şəxsində bir Çingiz xana bir pərəstiş var. Hətta Teymurləngin özünün bir titulu var idi. O özünə sevirdi ki, xanlar xanı Çingiz xanın kürəkəni titulunu götürsün. Bir maraqlı burada nə idi? Çingiz xan müsəlman kimliyinə ən çox saldıran bir hərəkatın banisi idi. Çingiz xan bir bütpərəst idi, şamanist idi. İndi tam olaraq o dinə də hələ toxunarıq yəqin. Çingiz xan ümumiyyətlə dini kimi idi, hansı dinə sitayiş edirdi. Amma yəni bir bütpərəst, müsəlman dünyasına belə bir ağır zərbə vuran, özünü həm də müsəlman dünyasının məsələn qoruyucusu elan edən bir Teymurləngin ehtiyacı hardan çıxmışdı kimi bir maraqlı bir sitayişi pərəstişin şahid olduğunu görürük. Və bu baxımdan da çox istəyərəm ki, bu mövzulara biz sizinlə bir cavab tapmağa çalışaq. Bir Çingiz xan kim idi? Əvvəl bu barədə onun uşaqlığı, onun gəncliyi, onu türklərlə nə ilə bağlayırdı? Məsələn, Merkitlərlə onun bir düşmənçiliyi var idi. Son nəfərinə qədər qırmışdı. Səhv etməmsə onun anası da Merkitlərdən idi, eləmi? Yəni, bunları nə bir-biri ilə bağlayırdı? Bu barədə bir sizdən əvvəlcə suallarla başlayaq. Qısa bir düzəltmə verim. Çingiz xan bütpərəst olmayıb. Olmayıb. Bütpərəstlik bizim coğrafiyada... Amma şaman da deyildi. Yox, şamandır. Şamandır. Sonuna qədər də şaman qaldı. Hətta özü bir şamanı öldürməsinə rağmen yenə də şamandır. Bəli, onun... Bəli, bir şamanın... Amma klassik, Əkbər bəy, üzr istəyirəm, siz bu orta əsrlər araşdırıcısı kimi bunu biz müasir tarixçilərdən daha gözəl bilirsiniz. Çingiz xan və Monqol döyüşləri torpağa müqəddəs baxırdılar. Onlar torpağı əkib becərəni cəzalandırırdılar. Amma Türk xalqlarında belə deyildi. Yəni, bunun şamançılığın ayrı-ayrı bir qolları idi, yoxsa necə? Burada ilk, əgər icazə versəniz, elə ilk məsələyi bir aydınlatmaq üçün, niyə görə Çingiz xan Tanrının cəzası idi? Və hətta Tanrının qılıncı hesab edilirdi. Əslində bu anlayış sadəcə Çingiz xana məxsus deyildir. Əgər siz də daha yaxşı bilirsiniz, Atilla içində Tanrının qırbacı adı istifadə edilirdi. Tanrının qılıncı, cəzası, qırbacı olmaq anlayışı orta əsrdə müharibə hüququ deyilən bir anlayış vardır, müharibə haqqı. Hər insan müharibə edə bilməz, hər insan öldürə bilməz. Hər xalq müharibə xalqı ola bilməz. Niyə görə? Çünki əgər diqqət edirsinizsə, deyəlim ki, Aralıq dənizi coğrafiyası xalqlarının quruluş sistemi sülh üzərinədir. Məsələn, Pax Romana deyirlər. Sonraki dövrlərdə Darül İslam dedilər buna. Və ya da Darül Sülh. Sülh üzərinə qurulmuş kimlik və hərb üzərinə qurulmuş kimliklər. Bütün aristokratik kimliklər üçün təməl təşkil edən ən böyük məsələlərdən biri hərbin idarə olunmasıdır. Və hərb strukturu, bu sadəcə türklərdə deyil, eyni zamanda sonraki dövr.
Germanik Frank xalqları üçün də keçərli oldu. Bu anlayışın dəyişdirilməsi 18-ci əsrdə məşhur fransız, eyni zamanda zənn edirəmsə bu ilk dövr fransız tarix nazirliyi var idi. Fransada 18-ci əsrlərdə yaranmağa başladı. O dövrdə tarix nazirliyi də olmuş bir adamdır. Bougainville. Aha, belə. Məşhur bunun 8 cildlik ilk fransız tarixi müəllifidir. Fransız tarixi nəyin üzərinə qurulacaq? Aristokratik kimlik üzərinəmi, yoxsa milli tarixi, coğrafiya üzərinəmi problemləri ilk başlatan adamdır bu. O qayət çox diqqətli bir məsələyə diqqət çəkmişdir. Biz hər zaman üçün elə zənn edirik ki, hər xalqların tarixində fəlakətlərin səbəbidir. Amma eyni zamanda hərb üzərinə qurulmuş kimliklər vardır. O nəzəriyyə baxımdan Çingiz xan bir mirasın davamıdır. Necə ki, Atillalarda, Metelərdə ki, ondan sonraki Juanlar deyirlər bu. Əslində elə Monqol kimliyi o Juanların kimliyinin içərisindən çıxan bir prosesdir. Mongvu adı elə Monqol sonraki Monqol Amma Juanlar Türklərin düşməni idilər. Yox, orada bir məsələ vardır. Juanlarla Göytürklər düşməni idilər. Göytürklər. Aha, başqa türk xalqlarından söhbət getmir. Adamların deyəlim ki, 119-dan çox Çin mənbələrində bu ittifaqı meydana gətirən tayfanın adı qeyd edilir. Böyük bir hissəsi Siyenbilərdir. Bu Siyenbilər də Hunların içərisindən çıxmış. Bir hissəsi Hun, bir Türk, bir hissəsi də, az hissəsi də Monqol olan xalqdır. Onların formalaşdırdığı bir kimliyin içərisindən Juan kimliyi ortaya çıxır ki, Juan adı da Çinlərin verdiyi addır. Juan deyirlər əslində, kiçik qurd mənasına gəlir. Daha sonra bunlar Çinlərə düşman olduğu zaman Çinlər öz düşmanlarını adlarını dəyişdirib həqarət mənasında Juan, yəni kiçik qurdlar və böcəklər şəklində ad verdilər. Tarixə də elə qaldı. Elə Monqol kimliyi də yavaş-yavaş o dövrdə onun içərisində formalaşmağa başlayır. Və Çingiz xanın təşkil etdiyi tayfa ittifaqına baxdığınız zaman Monqol adı milli ad olaraq mərkəzə yerləşmir. İttifaqın adıdır Monqol adı. Monqol adı. Yəni heç bir bir kimliyə, bir topluma tamamilə yox. Çingizin özü də misal üçün öz kimliyini bilir. Adam Kiyatdır. Və Moğolların gizli tarixində o Kiyatların nə şəkildə formalaşdığı, hansı mərhələlər keçdiyi uzun-uzun da nəql edilir yəni. Yəni heç kəs o zaman özünə mən Monqolam demir. Bütün xalqların, tayfaların adları vardır. Merkidi vardır, Qaraiti vardır, Tatarlar vardır ki, Tatarlar o dövrdə ən böyük tayfalardan biridir. 3 qola ayrılırlardı. Vəhşi Tatarlar, Ağ Tatarlar və 30 Tatarlar şəklində belə təşkilatlanma prosesi vardı. Və Çingiz xan ilk dövrdə ən çox da Tatarlarla hakimiyyət mübarizəsi aparmışdır. O zaman Tatarların da başında Toğrul xan dayanırdı. Bu prosesdə Çingiz xanın ailəsinin hər zaman özünü müqəddəs olaraq görən bir ailə ki, Çingiz xandan əvvəl də Çingizin ataları uzun müddət o dövrdə o ətrafdakı tayfaların idarə edici tayfa ailə olublar. Deyəlim, onların içində çox sayda kiçik xalqlar, Ongitlər falan deyər, qəvimlər falan vardır. Taycutlar. Amma nə oldu? Çingiz xanın atasının erkən şəkildə öldürülməsi və Çingiz xanın da o vaxtlar artıq 9 yaşında olması bu xanedanın əlindəki hakimiyyət haqlarını digər tayfalar ələ keçirmək istədi. Söhbət Yesugey Bahadırdan gedir də, Çingiz xanın atası. Yesugeyin öldürülməsidir. Yesugey zəhərlənərək öldürülüb. Ondan sonra əsasən Taycutlar və Yesugeydən də əvvəl Merkitlərlə bir qadın düşmançılığı səbəbilə, yəni Monqolların tarixində vardır, qız qaçırılması xoş görülən bir hadisə deyildir. Amma ənənə kimi Çingizin atası da qız qaçırdı. Qaçırdı, amma bu qaçırılma hadisəsi ümumiyyətlə türk xalqlarında və ya da elə Moğolların özündə xoş görülən bir hadisə deyildir. Üstəlik qaçırılan xanım da birisinin
Həm də evli olarsa. Bəli, həyat yoldaşı olduğuna görə bu ciddi böyük bir problem yarattı və merkitlərlə çiyatlar arasında bir qəbiləvi bir düşmançılığa səbəb oldu. O dövrdə merkitlər türkdülər və merkitlər nəsturidirlər, xristianlığı qəbul edirlər. Xristianlığın bir Nestor üzərindən gələn nəsturi qolu hər zaman şərqdə çox geniş coğrafiyaya yayılmışdır. Və merkitləri də təsir edir. Tatarların içərisində də bəzi şeylər vardır, xristianlaşmış ünsürlər vardır. Qarayitlər arasında da Nestorluğun olması ehtimalı vardır. Ongitlərdə də ehtimal ki vardır ki Nestorluq türklər arasında yayılmışdı. Təbii ki. Maraqlı olmuşdu. Türklər arasında sadəcə Nestorluqdur, Manixeizm də yayılmışdı. Bəli. Hətta bu Çinin başına bəla olan Buddizm, Taoizm məsələsini də bu elə Juanlar zamanında Çindəki o tabqaç dövründə Çinə nüfuz etməyə başladı bu inanclar. Bu inanc məsələlərinin mərkəzində yer alıblar türklər, yəni uzun müddət bu coğrafiyada. Amma Avropa katoliklər və pravoslavlar Nestorluğu qəbul etmirlərdi. Niyə görə? Nestorluqda ki bu ata məsələsi, oğul məsələsi bunlara biraz şey baxırdı. Nestorluqların daha sonraki mərhələdə niyə görə müsəlman oldular? Elə inanclarındakı İslamla yaxınlıq, uyğunluğa görə sürətli bir şəkildə, xüsusən də Monqolların öz dövründən etibarən yavaş-yavaş müsəlmanlaşmağa başladılar. Belə bir proses içərisində Çingiz xanın 9 yaşlı uşağın ortada qalması və başladığı tayfalar arasında iyerarxiyanın parçalanması nəticəsində çox uzun bir və şiddətli mübarizə aparır. Amma məsələ ondan ibarətdir ki, burada insanların Çingizə inanması deyil məsələsi. Bu ailənin varlığına inanmasıdır. Çingiz xan və onun nəslindən söhbət edir. Çingiz xanın ailəsindən və o ailənin davamçısı olacaq insanların hakimiyyət haqqının onlara aid olması bu köçəri xalqların zehniyyətində var idi. Buna görə onlar Çingizin yanında yer almaq istədilər. Və uzun bir prosesdən sonra ki, Çingiz bu dövrdə həqiqətən də ciddi bir mübarizə aparır və çox həddindən artıq da inanmış bir xarakterdir. Bir də ətrafına çox ağıllı adamlar toplayır ilkin dövrdən etibarən. Yanında bir şaman vardır, onu daima olaraq o inanca bağlayacaq və Çingiz xana dünyanın hökmdarı olduğunu inandırmış bir şaman. Kökön Nordur deyəsən adı, indi yadıma tam gəlmədi. Daha sonra hərbçi qrup dostları vardır ətrafında. Ki Çingizin daha sonra uzun müddət mənim 4 sadiqim və ya da 4 itim, Moğollarda it əlaməti müqəddəs kimi qəbul edilir və birisinə əgər özünün hökmdar iti qəbul edirsə, onu ən sadiq adamı hesab edir. Amma müasir dövrdə bir qədər yanlış yorumlanır. Müasir dövrün baxışı ilə də tarixi təhlil etmək də biraz çətindir. Niyə görə? Müsəlman zehniyyətində itə qarşı bir anlayış olduğuna görə ki, bu ən yaxşı məsələ şeydədir. Bəyazıtın Teymura yazdığı məktubda onu qudurmuş itə bənzətməsi ciddi bir problemə səbəb olmuşdur. Əkbər bəy, bu maraqlı mənim özüm üçün də məlumat oldu. Bir mövzudan kənara çıxmayaraq. Onda Çingiz xan itləri o vaxtın mənbələrində göstərilir. Təbii ki, şeydə keçir. Monqolların gizli tarixində keçir. Həm də bir fəxrlə. Təbii ki. Maraqlı. Elə bu adı daşıyanlar belə bundan böyük bir fəxr hesab edirlər. Cəbə, daha sonra Subaqatey, Çəlmə 4 dənədir. Bir də Kubilay. Bu 4-ü Çingizin ən sadiq adamlarıdır və Çingiz dövründə bütün coğrafiyada gedən hərbi necə deyirlər, müharibələrə bunlar nəzarət etmişlərdir. Çingizin oğlanları belə və nəvələri belə bu komandanların nəzarətində hərəkət etmişlərdir. Yəni Subaqateyin yanında Çingizin oğlu nə Cuçi, nə də onun nəvəsi Batu ciddi söz sahibi ola bilməzdi. Çünki strategiyanı quranlar bunlar idi. Deyəlim ki,
İkisi əsasən İslam coğrafiyası və indiki Qıpçaq coğrafiyası, Dəşli Qıpçaqda aparılan müharibələrə nəzarət edir. Bəli. Digər isə Çində uzun müddətli müharibə ki, Moğol-Çin müharibəsi 80 ilə qədər uzanan geniş bir müharibədir. Ən son Kubilayın zamanında, Çingizin nəvəsi zamanında bitirildi və orada bir Çingizlərin yeni bir ulusu, Yuanlar adlanan bir şey ortaya çıxdı. Yəni Çingiz xan bu ciddi adamların ətrafında formalaşırdı və Çingiz xan kifayət qədər idarə etmədə, daha sonra təşkilatçılıqda başqalarının məsləhətlərinə və fikirlərinə yer verən adam olmuşdur. Heç uzağa getməyək, xanədan məsələsini ilk dəfə xanımlarından biri gündəmə gətirib və xanımının ortaya atdığı bu məsələyi haqlı hesab edib. Börtədən söhbət gedir, yoxsa? Yüçin xatundur, səhv etmirəmsə, gündəmə gətirmişdi və Çingiz xan Məvarün Nəhr səfərinə çıxmadan öncə dedi ki, ya sən bu döyüşdə öldüyün zaman nə olacaq sənin nəslin? O zaman gündəmə gəldi və ailə daxili hesablaşmalardan sonra Ögüdey, ortancı oğlu Ögüdey vəliəhd elan edildi. Niyə görə? Birinci oğlu Cüçinin Merkit qanı daşıdığı haqqında bir şey vardır. Bəli. Ehtimal vardır. Nə dərəcədə doğrudur, mübahisəlidir, amma ailənin içərisində də bu məsələ ciddi bir problem olmuşdur. Cüçinin anası qaçırılmışdı, deyəsən. Yəni bu ondan da olurdu. Merkitlər intiqam olaraq Çingizin xanımını qaçırırlar, Börtəni qaçırırlar və Börtədə təqribən bir 9 aya yaxın əllərində əsir qalır. Daha sonra Çingiz xan Tatarlarla ittifaq quraraq bunu məğlub edərək necə Camuka ilə ittifaq nəticəsində və Tatar Tuğrul bəylə, xanla ittifaq nəticəsində Merkitləri məğlub edərək xanımını xilas edir. O sırada da Cüçi anadan olur. Cüçinin anadan olması bu mənada qeyri-məşrudur deyə bir fikrin ortaya çıxmasına səbəb olur. Amma heç bir zaman Çingiz bunu məsələ halına gətirməmişdir. Üstəlik Cüçiyə ən çox etibar etdiyi evladlarından biridir və xanədanlığın ən böyük ərazisini böyük oğluna vermişdir. Bəli. Hardasa indiki Rusiyanın tamamilə Cüçilər nəslinin əlində olmuşlardır. Bu mənada yəni Çingiz xanın apardığı mübarizə Çingiz xanın eyni zamanda ətrafındakı yaxşı təşkilatlanmayı bilən, idarə etməyi bilən insanların Çingiz ətrafında birləşməsindən irəli gələn bir hadisədir. Yəni bu mexanizmayı quran Çingiz bəli zirvədədir, amma onun ətrafında çox ciddi adamlar vardır. Aralarında Çingiz xan özü deyəlim ki, dil bilmirdi, yazı bilmirdi. Bəli. Amma türk dilini bildiyi haqqında əlimizdə bir materialı var. Niyə görə? Tatar hökmdarı Toğrul Xaqan türkçədən başqa bir dil bilmirdi. Ona görə Çingizin onunla birbaşa türkçə danışdığı gerçəkdir. Çingizin öz ailəsi hardan gəlir? Kiyatlar Moğolistan coğrafiyasında yer almayan bir xalqdır. Baykal bölgəsindən gəldiyi haqqında geniş məlumat vardır və Çingiz adı da okean mənasına gəlir Çingizhan. Tengiz sözü oradan gəlir. Tengiz. Bəli. Gəldiyi coğrafiyadan irəli gələrək verilmiş bir addır. Gerçək adı Temurçindir. Nəyə görə? Temurçin atası oğlu dünyaya gəldiyi zaman bir Tatar bəyini öldürdüyünə görə o adı oğluna vermişdir Temurçin olaraq. Amma Xaqanlıq adı Çingiz 1206-cı ildə verilmiş addır. Qurultayda verilir ona. Və Moğolların gizli tarixində eyni zamanda o dövrdə iki Çinlinin yazdığı bir Monqollar haqqında günlük vardır. Orada da qeyd edilir. Bunların bu coğrafiyaya gəldikləri yeri bölgəsi Burxan Xaldun bölgəsi. Burası 10 ətrafı bir bölgədir və köçəri zehniyyətdə bir bölgənin mərkəz halına gəlməsi üçün 3 struktura ehtiyac vardır. Bir, onun dağı olacaq. 2, ətrafında meşəsi olacaq. 3, çayı olacaq.
ki, Göytürk kitabələrində də Orxon Yiş adının keçməsi bu üç xüsusiyyətə sahib olmasından irəli gəlir. Niyə? Çünki meşənin olması həm silah sənayesində mühümdür, oxçuluqda falan digər sahələrdə. Bəli, çox maraqlı yanaşmadır. O xalqlarda. Eyni zamanda o bölgənin şiddətli soyuğunda istifadə edəcəyiniz sizin yanacağa ehtiyac vardır. Bəli. Dağ bölgəsi bütün hallarda köçəri xalqlar üçün ən problemli məsələlərdən biri ani hücumlara məruz qalmaq. Bozqurun ortasında, səhranın ortasında bütün xalq yox olub gedə bilər. Xilas məqsədi üçün ən azından qadınların və uşaqların ayaqda qalması üçün dağın olması mütləqdir. Və ortada da çay ətrafı bölgədə də ümumiyyətlə ordugahın özü qurulur. Buna görə də belə bir yerə Çingiz xanın ailəsi gəldi. O bölgənin sahibi Urxan xaylar idi. Bunlar kimlər idi? Bunlar Qıpçaqların bir qoludur. Subuqetey bunlardan çıxmadır. Yəni türklər idi. Bəli. Əcdadlarından. Subuqeteyin ailəsi Qıpçaq əsilli Uran tayfaslarından gəlirlər. Bunlardan bir qolu da Atabəy Eldənizdir. Atabəy Eldəniz də Qıpçaqların Uran tayfasından gəlir. Maraqlı məlumat həqiqətən. Bu şeydə də vardır. Məşhur bir Xarəzmşahlı katib vardır. Minhacəddinin əsərində məktublarında keçir. Xarəzmşah hökmdarının ordu başçısı Atabəy Cahan Pəhləvana məktub yazır. Orada özlərinin ailə, qohumluq əlaqələrindən bəhs edir. Və mən ona istinadən bunların Uran tayfasından olduğunu dilə gətirmişdim o zaman. Neysə, bu bölgə, yəni Subuqetey ailəsinə aid bölgədir. Şiat tayfası oraya gəldiyi zaman orada yerləşirlər. Onların üslər alırlar və orada yerləşirlər. Və bu ailələ ümumiyyətlə o bölgəyə gəldiyi üçün təqribən gəliş müddətləri Göytürklər falan dövrü kimi nəzərə alsa və ehtimal ki, bəlkə də Göytürklərin o bölgəyə nəzarət olaraq göndərdikləri bir ailə də ola bilər. Maraqlıdır. Bu mənada, yəni bu ailə orada var olduğundan etibarən əslində o coğrafiyadakı digər tayfalar bunlara yönetici ailə gözü ilə baxırlar. Maraqlıdır. Yəni bölgəni idarə edənlər tərəfindən vaxtilə göndərilib. Eynilə. Və elə də nəsil qəbul olunub. Bu mənada Çiyat adı ilə Kayı adı arasında bir mübahisə var. Bu mübahisə o qədər şiddətli olmuşdu ki, vaxtilə Fuad Köprülü ilə Türkiyə aləmlər. Bəli, Əhməd Zəki Vəlidi Toğan, Allah ikisinə də rəhmət etsin, ciddi mübahisələrə səbəb olub. Toğanın haqlı olduğu nə var burada? Çünki Kayı adı Çin mənbələrində keçir. Və CMB adının da Kayıdan yarandığı ehtimaldır. Çünki Çincədəki yazılışla oxunuş arasında bəzi problemlər var. Bu hələ də həll edilmir. Bu mənada erkən dövrdə Kayıların şərqə gəldiyi kimi orada da qalma ehtimalları var. Və onlardan da bir qol olaraq Osmanlı da çıxmış ola bilər. Ki 13-cü əsrə qədər Osmanlıları haqqında 13-cü əsrdə Osmanlılar haqqında bəzi kiçik məlumatlar yer aldığı zaman Osmanlıların Moğolluğu məsələsi ciddi olaraq problem təşkil edib. Hətta Moğolluğa baxırdılar. Bəli. Maraqlı, çox maraqlıdır həqiqətən. Şeylər, necə deyərlər, Moğoldur deyə Osmanlı sevməyiblər bəzi Oğuz tayfaları. Bu Mirxondun da bir əsərində hətta Osmanlı ailəsinin Mahan bölgəsindən və hətta Türkmenistanın Mahanı, yəni Muğanı, daha sonra Azərbaycan Muğanı, buradan da Kağızman, daha sonra bölgəsi, oradan da Mardin, oradan Bursa, Ankara ətrafı, Bursa, Söğüt bu şəkildə ailə gedib. Bunun belə olmadığını, ailənin Krım üzərindən gəldiyi haqqında da iddialar vardır. Yəni bu ki, ilk ailənin adı da Osmanın Otman olduğu, daha sonra İslami
şəkildə bunun Otmanın Osmana çevrilmək. Hə, bu Halil İnanc Hoca bu məsələləri ciddi olaraq təhlil edib və bu anlayışında yabana atılmayacağını dilə gətirib. Bunu ilk dəfə nə zaman ortaya çıxdı bilirsiniz mi? Paul Wittek var idi, Alman əsilli tarixçi idi bu. Osmanlılar haqqında Osmanlılar Monqoldur deyə bir kitab hazırlamışdı. Bir anda Avropa tarixçiliyində Osmanlılar Moğoldur deyə Osmanlıları tənqid etməyə başladılar. Hansı dövrdə Avropada millətləşmənin zirvəyə çıxdığı, daha sonra gözü incə xalqların aşağılandığı, sarı irq deyib bunları lənətləndiyi bir dövrdə Osmanlılar Moğoldur, Moğollar da geri qalmış bir xalqlardır düşüncəsi ortaya çıxdığı zaman ki, o zaman da artıq yavaş-yavaş Atatürk'ün günəş dil teorisi, bizdə ari ırqıq məsələsi falan kimi nəzəriyyələr falan ortaya çıxırdı. Afət İnanlar falan, bunlar ciddi araşdırmaları falan vardı o dövrdə. Belə bir dövrdə də Fuad Köprülüyə dedilər ki, bu məsələyi həll etmən lazım. Fuad Köprülü də sağ olsun, yəni bütün digər ehtimalları da kəsərək, Fuad Köprülünün iddiasının ən böyük problemli tərəfi Kayı məsələsinin 11-ci əsrdən o tərəfində olmamasıdır. Yoxdur həqiqətən. Amma Toqan bunu yazmışdır 11-ci əsrdən əvvəlki kayılarda. Bu mənada kayılarla kiyatlar arasında bir yaxınlıq olduğu ehtimalı vardır. Bu hardan irəli gəlir? Çox gözəl bunun yaxşı bir şeyi vardır. Osmanlı saray çadırlarındakı hökümdar mührü ilə, hökümdar damğası ilə Çingiz xanın sarayındakı hökümdarlıq işarəti eynidir. Sunqur quşudur. Çox maraqlıdır, amma bəlkə eyni qohum yox. Eyni bölgədə yaşayan siyasi-iqtisadi əlaqələrə bunlar malik olurlar. Amma burada bir məsələ vardır. Heç bir boy öz simgəsini asanlıqla başqa bir simgəyə dəyişdirmir. Onda bəs onu belə bir iddia verə bilər ki, Çingiz bəlkə bu kiyatlar özləri türk idi. Ola bilər. Yəni mən onu tam olaraq iddia edə bilmərəm. Kiyatlar özləri türk idi ki, Göytürklər də onları göndərmişdi. Ona görə də Rəşidəddin misal üçün Çingiz xanı təsvir etdiyi zaman tamamilə Monqoldan fərqli bir tip ortaya qoyur. Gözləri sarı saçlı idi, uzun boylu idi, daha sonraki mavi gözlü idi falan. Obraza, bəli. Amma bunu şeyi də nəzərə almaq lazımdır. Rəşidəddin Elxanlıların saray tarixçisidir və Rəşidəddin Elxanlılar üçün o coğrafiyaya uyğun bir profil yaratması ehtiyacı var. Çünki nəticədə nə olursa olsun bir coğrafiyaya sahiblənmək üçün bir çox ünsürlərə sahib olman lazım. Və Elxanlılar asanlıqla niyə görə müsəlmanlığı qəbul etməyə ehtiyac hiss etdilər? Artıq o coğrafiyanın bir kimliyinin və mədəniyyətin də sahibi olma ehtiyac hiss etdiyi zaman başladı Rəşidəddin nə etdi? Çingiz xanlıq üzərinə qurulmuş kimliyi getdi Oğuz xana bağlama ehtiyac hiss etdi. Halbuki Çingizlərin zehnində Oğuz anlayışı yoxdur. Elə bu sonraki dövrdə, bu coğrafiyada Qaraqoyunlarla Teymurlar arasındakı ən böyük savaş da buradan çıxır. Hakim xanədan Çingiz ailəsindən mi çıxacaq, yoxsa Oğuz xan aid haqqına mı sahib olması lazım? Bu Qaraqoyunlar, daha sonra Türkmen tayfaları, Osmanlılar daha sonra niyə görə məcbur qaldılar özlərini biz Oğuzların Kayı boyundanıq və daha sonra Oğuznamələrdə yer alan 24 Oğuz boyu şəcərəsini dəyişdirərək Kayı ilk sıraya yazdılar. Daha sonra o Səlcuq xanədanı Qınıqı ən sona yazma ehtiyac istədi. Bütün bu şəcərə dəyişmələri falan bəsməkən, yəni bunlar o dövrdə gedən siyasi hüquqi legitimlik məsələsindən irəli gələn məsələlər idi. Əkbər bəy, sözünüzün sənasına girməyin. Bəzən bizim ən çox sadə insanlara elə gəlir ki, orta əsr insanları bir qədər düşüncə baxımından indikilər kimi olur. Əksinə, eyni olublar. Mən həmişə dediyim odur ki, geyim dəyişin. Düşüncə, ağıl, o sizin dediyiniz o ideoloji fikir müxtəliflik yaratmaq istəyiblər. Orta əsr insanların astronomiya və astrologiya bilgisinə bugünün müasir insanları belə çata bilməz. Maraqlıdır. Adi bir insanın göy üzünə baxaraq
bütün hərəkət sahəsini necə istiqamətləndirdiyi çox mükəmməl bir hadisədir. Türklərin bu qədər rahat hərəkət etməsinin səbəbi də çoban ulduzunu çox mükəmməl, yaxşı təqib etmələridir. Əlləri ilə qoymuş kimi, göy üzünə baxaraq əlləri ilə qoymuş kimi coğrafiyanın harasına gedəcəyini bilirlər. Çox maraqlıdır. Bunu sıradan hərbçi insanların bilməsi maraqlıdır. Daha sonra botanikaya haqqındakı məlumatları. Sən deyəlim ki, Çingiz xan Monqolistandan gəlsən, hər hansı bir indiki dövrdə belə bir insan Moğolistana getsə, nə yeyəcəyini, necə qidalanacağını, o havanın sənin səhhət və təsir edib etməyəcəyi haqqında böyük problemlər yarana bilər. Amma o coğrafi, o dövrün insanları bütün bunların məlumatlandırılmasını aparırlardı. Ordu səfərlərindən əvvəl kəşfiyyat dəstələri eyni zamanda bilik toplayırlardı. Harda ərazilər necədir, torpaq sahəsi necədir, biz buraya yaşadığımız zaman buranın ot tədarükü bizi nə qədər idarə edə bilər, bütün bunların hamısını hesablamasını aparırlardı. Və buna uyğun da o dövlətlərin saraylarında, hökmdarların ətrafında ciddi insanlar vardı ki, münəccim başılıq, ki, Monqol dövrünün ən böyük şeylərindən biridir, astronomiya elmi. Niyə bu qədər şey verdilər? Onlarla şey açdılar, bunlar rəsədxana açdılar. Evet. Çindəki rəsədxanalarla, daha sonra Azərbaycan, Marağadakı rəsədxana, Azərbaycanda üçünü açıblar. Marağada, Təbrizdə, Sultaniyədə. Və burada çıxan demək olar ki, astronomaya aid əsərləri, daha sonra Latınların, Trabzondakı o Latın şeyi vardır. Bizansdan qopma bir parça vardır. Onların əllə Avropaya ötürülməsi, daha sonra bu mətnlərin Latın dillərinə tərcümə edilməsi. Yəni bunlar ciddi mənada böyük xəzinə buraxdılar. Tipnamələrin yazılıb o dövrdə. Çox zəngin əsərlərdir. Yəni biz o dövrün insanlarına geri qalmış, daha sonra axmaq, daha sonra ordularla bir yeri gedib işğal edib, onu məhv edib, onun varına, dövlətinə sahib olmuş gözü ilə baxa bilmərik. Yəni o dövründə özünün hüquqi şərtləri, elmi şərtləri hər zaman vardır. Neysə, sözü çox uzatmadan, bütün hallarda Çingiz xanın bu əqrabalıq, türklərlə əqrabalıq məsələsi tarixçilikdə nə inkar edilir, nə də tam olaraq qəbul edilir bir anlayışdır. Yəni ortada yer alan bir anlayışdır. Bu mənada da ki, maraqlıdır, Çingiz xan deyəlim ki, Moğol dediyi ittifaq 11 tayfanın birləşməsindən ibarət. 11 tayfanın 9'u istisna türkdür. Aha. 9'u. Bəli, 9'u. Çünki əti ilə, qanı ilə biz bunu bilirik yəni. Diğer 3 tayfanın türk olmayan, yəni bugünkü Monqol dediğimiz kimliyə mənsub olduğunu dilə gətirirlər. Aralarında məsələn Coratlar, indi deyəlim ki, bizə qədər gəlmişlərdir. Vaxtilə Moğolistanda ən böyük tayfalarından biriydi Coratlar. Corat. Bəli. Bu məşhur Bakı ətrafında. Bəli, o zaman Coratdan bəli, o gəliblər, qalıblar. Daha sonra bunların ən böyük tayfalarından biri Oratlar. Oryat sözü misal üçün bizdə oradan gəlir. Uyğurlardan gəlir bu ailə. Çingiz xandan sonra bunlar ümumiyyətlə Çingiz xan dövründə və ondan sonra evlatlar dövründə imperiyanın yazı işlərini, katibliyini Uyğurlar aparmışlardır. Yəni türklər. Hə. Və Uyğurlar da o zaman içərisində əsasən xristianlar da vardır və buddisti də vardır Uyğuru. Çingiz xan özünün nəvələrinin təhsillərini buna vermişlərdir. Məsələn, içində Sevinç adlı, Xoca adlı bir Uyğur vardır. Böyük bir dövrün alimidir. Kubilaya, daha sonra Hülaküyə bu dərs keçmişdir. Və niyə görə bunların nəvələri daha sonra xristian və buddist oldu Çingiz xanın? Ataların, babaların, elə müəllimlərin təsirində. Axı Uyğurlara onda İslam hələ yayılmamışdı. Yox. Uyğurlar amma həyat yoldaşlarının təsiri ilə olduğu fikir. Bizans imperatorlarının qızları verilirdi ki, Çingizin oğullarına, nəvələrinə, onların... Yox, burada bir məsələ vardı. Bu türklər buna hər zaman diqqət etmişlər. Bir kənardan alınan qadınlar vardır. Bir də hökmdar yetişdirəcək xanədan üçün alınan qadınlar vardır. Bu daxildən alınır bu qadın. Bunu Osmanlı tarixçiliyində də mühümdür bu. Yəni buna Haseki Sultan deyirlər Osmanlılar.
Bəli. Yəni cariyə sultanlar. Bir də var əsalət qanı daşıyan şeylər, qadınlar. Deyirəm Çingiz xanın Börtədən olan evlatları hakimiyyət haqqına sahibdir. Çingiz xanın ondan başqa da qadınları var. Çoxdur, həm də Və lap çox. onlardan da evlatları var. Və hətta Hülakü'nün özünün 9-dan çox rəsmi xanımı olub. Onlardan bilməm 11'in evladı, oğlan evladı, bilməm neçəsi qız evladı. Onların hamısının şeyləri var, imkanları falan yaradılıb. Amma ancaq hökmdar ailəsi və Börtənin evlatlarından gələcək. Çingiz xan gedib başqa şeylərdən ala bilir. Bu Hunlar dövründən qalan bir məsələdir. Hunlar, Çinlilər türklərin bu zehniyyətini qırmaq üçün müqavilələrdə qadın yazışmaları vardır. Niyə görə Çinlilər deyirlər ki, heç olmasa Çinli qadınlardan da doğulmuş uşaqlara seçmə haqqı tanınsın. Seçimi. Çox maraqlıdır. Bunu tanımırlardı türklər. Çingizin zamanında da bu anlayış dəyişməmişdir. Yəni ona görə də bu qadınlar və soy məsələsi köçərlər üçün ciddi məsələdir, diqqət edirlərdi. Amma artıq təhsil alıb, bir də bir şey də nəzərə almaq lazım. Çingiz xan 12-ci əsrdə yaşasa da 8-ci əsrdəki insan zehniyyətinə sahibdir. Yəni o dövrün tarixini 400 il əvvəldə qeyd edir. Niyə görə? Bütün zehniyyəti ilə Göytürk dövrünün insanlarından fərqsizdir. Yasası. Bəli, axlı, düşüncəsi, qanunçuluq anlayışları falan. Ona görə Çingiz xandan sonra Monqollar ənənəsi dağılmağa başladı. Yasa ilə Göytürk abidələrində olan qanunlar arasında həddindən artıq çox bənzərlik var. Bəli. Sadəcə o şeydə deyil. Bütün elə aşağı yuxarı o dövrdəki Uyğurlar indi mədəni daha yüksək səviyyədə. Yazma, oxuma. Amma Göytürklər olsun, daha sonra Hunlar, Türklərdir, aşağı yuxarı eynidir. Niyə görə? Bizdə Çingizə aid qanunnamənin sadəcə 33 maddəsini əldə etmişik. O da deyəlim ki, Cüveyninin əsərindən, daha sonra digər şeylərdən falan. Biz ümumiyyətlə Çingiz qanunnaməsi tam olaraq, bütün olaraq nəyi ifadə edir bilmirik. Amma bildiyimiz nədir? Yasanın 3 əsas tərkibinin olması, sosial haqq məsələləri, hərbdən irəli gələn məsələlər, bir də siyasi məsələlər. Amma bütün hallarda Çingiz xan qanunnaməçiliyi üzləşdiyi müsəlman qanun dünyası ilə müqayisə edilə bilməz. Ona görə Çingizin nəsli, sonraki nəsli o böyük bir problem yaşadılar. Və xristiyanlaşma ehtiyacı, daha sonra Çindəkilərin konfütsiyaya inanması və onları qəbul etməsi, daha sonra müsəlmanlığa ehtiyacı, müsəlmanlığın içərisində də şeymi olacaq, bütün bunlar ciddi bir problemə çevrildi. Və burada da bir məsələ vardır. Moğol siyasi kimliyində bir mənalı olaraq qadınlar təyin edici olmuşlardır. Həmişə ön planda. Çox ciddidir. Yəni bu, digər ölkələrlə və digər xalqlarla müqayisə gəlməyəcək şəkildədir bu. Ən son Bağdad xatunun öldürülməsinə qədər demək olar ki, bütün Monqol tarixi elə bilginən ki, qadın səltənətindən ibarətdir. Çingiz xan öləndən sonra hakimiyyətə arvadı 2 il idarə edib Börtə. Çox Şeyə maraqlıdır. qədər. Onun bir gəlini var idi, Sarqoqdoni xatun. Sarqoqdoni xatun Hülakü'nün anasıdır. Bəli, Tuluyun. Özü səhv etmirəmsə 10 olması lazım. Bəli, xristiyan. Xristiyandır. Və çox ağıllı bir qadındır. O qədər ağıllı bir qadındır ki, bu qarşısındakı güc də Törəgənə xatundur. Ögüdeyin xanımıdır. Hakimiyyətə Ögüdeyin oğullarını gətirmək istəyir. Amma bu qadın cüçilərlə razılaşaraq gizli bəzi əlaqələr nəticəsində çox ağıllı qadın olub. Mənim özümdə balaca bir araşdırmam var. 4 ən kiçik gəlin, səhv etmirəmsə, birdən-birə bir imperiyanın varis anasına çevrilir. Şansı nə idi bilirsənmi? Tuluyun xanımı idi. Monqol anlayışına görə ata yurdu 4-cü evladı sahibidir. Tuluya verilmişdi.
Ona görə də dövlətin hakimiyyət Kiçik oğul sarayı, məsələsi. Türklərdə o bəli, qəhrəman, kiçik miras oğlun yurdunda maraqlıdır. yerləşirdi. Çox bugünkü kimi eyni səslənir Əkbər bəy. Hər bir şey kiçik oğula qalır, ata yurdu kiçik oğlundur. Kiçiklər daha qəhrəmandır, Monqollar ona maraqlıdır. 12 gün deyirlərdi. O kiçik evlada verilən torpağa. Tuluy da böyük bir qəhrəman olmuşdur. Yekə Noyon deyirlərdi buna. Yekə Monqolca şeylərdə, Monqollarda şeydir, böyük, ulu mənasındadır. Yəni Çingiz xandan sonra bu adı almış şeydir. Digər evlatları o qədər müharibə şey deyillərdi, düşkünü deyillərdi. Ögüdeyin ümumiyyətlə çox az səfərləri olmuşdur. Çingiz xandan sonra dövləti təşkilatlandıran həqiqi mənada Ögüdeydir. Amma Ögüdeyin ən axmaq tərəfi ondan ibarət oldu ki, böyük sərmayəyi Qaraqorum kimi bir şəhər salmağa xərclədi. Qaraqorum özündən sonra heç bir zaman mərkəz ola bilmədi. Bəli, ora mərkəzə çevrilmədi. İndi də, Səhranın ortasında bir növ. Onun orada tonlarla daşını falan gördüyü zaman, o xarabələri gördüyümüz zaman Hardan belə bir ehtiyac olur ki, maraqlıdır. Şeydən təsirləndi. Köçəri bir xalq. Yox, şeydən təsirləndi. İmperiyanın güc qaynaqlarını ya Orta Asiya ya da Çinə keçməsindən qorxurdu. Ona görə də Moğolistanın mərkəzinə ki, əvvəlcə də Qaraqorum deyilən yer xambalıq, ordubalıq ərazisidir. Uyğurlar orada mərkəz tikiblər. Boşuna gəlmədi. Ona görə də oraya bütün dinlərin şeylərini gətirdi. Kilsə qurdu, havralar qurdu, məscidlər qurdu, hamamlar saldırdı. Böyük işlər gördü. Amma öldükdən sonra oraya baxan olmadı. Niyə görə? Çünki ata Çingizin və Ögüdeyin siyasətini sonraki nəsil davam etdirmək istəmədi. Parçalandılar evlatlar artıq. Nəvələr artıq parçalanıblar bu mənada. Niyə? Köçərliyə sadiq qalmaq istəyən bir qrup vardır. Mədəniləşmə ehtiyacı hiss edən bir qrup vardır. Müsəlmanlarla birləşərək yeni bir dünya qurmaq istəyən burada Qızıl Ordalar vardır. Yəni bunlar arasında da sonraki mərhələdə yeni bir müharibələr, mübahisələr, şeylər ortaya çıxmağa başladı. İxtilaflar ortaya çıxmağa başladı. Biz belə mövzulardan biraz atlayarak Çox maraqlıdır və mən hətta təklif edirəm ki, Əkbər bəy, biz Çingiz xanın Türklər və müsəlman dünyasına təsirini hətta 3-cü verilişimizdə davam etdirək. Qısaca bir şey dedim sizə. Çingiz xana ən çox hörmət edən şərq müsəlmanlarıdır. Mən ona vurğuladım. Qaraxanlı coğrafiyası. Qaraxanların bölgəsini Naymanlar ələ keçirirlər və Naymanlar xristiyandılar. Orada ciddi olaraq müsəlmanlara qarşı qətliamlar törədirlər. 12-ci əsrin əvvəllərində. Oradakı Qaraxanlı müsəlmanlar Çingiz xanı xilaskar olaraq qəbul edirlər. Və Çingiz xana itaət etdikləri üçün Çingiz xan onları özünün ordu sisteminə də daxil edir. Karlukların əsas güc olaraq daha sonraki dövrdə Monqollar içərisində ilk sırada yer almasının səbəblərindən biri budur. Onların ədəbiyyatında, düşüncəsində Çingiz xan böyük bir insandır, müqəddəsdir. Və hətta orada maraqlı şeylər vardır, Çingiznamələr vardır, sonraki dövrlərdə də bu davam edir. Orada misal üçün onlar Çingiz xanı əlinin soyundan bağlayırlar. Hətta. O qədər müqəddəsləşdirirlər. Nə danışırsınız? Hətta Çingiz xan çox maraqlı bu tarix mifik obrazlarla, anlayışlarla doludur. Qərb müsəlmanlar üçün Çingiz xan mənfi obraz çevrilir. Xüsusən də bu şeydir, ərəb şeylərin üçün və əsasən də bu həmbəli ərəbləri üçün Çingiz xan heç barışmaz bir düşmandır, lənətlənmiş bir adam obrazındadır. Onda mən təklif edirəm ki, Əkbər bəy, biz Çingiz xan müsəlman türk dünyasına yenə də başqa bir verilişlə davam etdirək. Bir sonuncu sualı sizə vermək istəyirəm. Tarixdə Çingiz xan, indi yenə də qayıdacağıq obraza, təqdim edilən kimi qəddar, yəni önünə gələnə. Siz indi Naymanların adını çəkdiniz ki, xilaskar olub. Bu maraqlı bir məlumatdır. Çünki dərsliklərdə, elmi ədəbiyyatlarda Çingizdən bir xilaskar kimi demək olar ki, bəhs edin. Böyükdür, güclüdür, möhtəşəmdir, amma bir qəddardır, bir yırtıcıdır kimi. Bu obraz necə idi əslində? Biz onu necə yorumlaya bilərik? Bayaq siz Uyğurların da adını çəkdiniz, ətrafında var idi. Deməli, o indiki dövrlə desək, Çingiz millətçi də deyildi xüsusi. Ətrafında çoxlu tayfalardan adamlar var idi. Bir onun obrazını necə xarakterizə edə bilərik?
Monqolların şanssızlığı Monqol tarixinin Monqollar tərəfindən yıxılmış üç mədəniyyətin nümayəndələri tərəfindən yazılmasıdır. Məsələn. Çinlilər yazdılar. Çinlilər üçün bir mənalı bütün Çini məhv etmiş adam kimi göstərildi. Bəli. Düşmandır. Müsəlmanlar yazdılar. Müsəlmanlar da eyni şəkildə baxdılar. Və xristiyanlar. Xüsusən də elə bunlar haqqında. Təbii xristiyanlar bunların şeyinə düşmədi, amma Macaristan bölgəsi, Polşa bölgəsi də ki, Monqollar haqqında elə ilk dövrlərdən etibarən intibahları var idi və ona görə də Tatar adını niyə görə Monqollara verməyə sevdilər? Çünki Tatar adı eyni zamanda Latıncada Tartaret, cəhənnəmin dibi mənasına gəlir. Amma əlaqəsi yoxdur məncə. Yox, əlaqəsi yoxdur. Yoxdur. O kəlmə oxşarlığına görə israrla bütün Avropa xristian mənbələri Monqollara Tatar dedilər. Tatar. Hətta bir Monqol səyyahını rubriki şiddətli şəkildə bir Monqol hökmdarı tənqid etməsinə rağmen dedi ki, bizə Tatar demə, biz Monqoluq. Ona rağmen yenə də getdi əsərində Tatar yazılır. Niyə görə? Onu o kəlmə ilə insanların zehninə demək istəyir ki, bunlar cəhənnəm xalqı şəklində. Amma Monqolların özünün daxilindən gələn sonraki dövr haqqında əsərlər vardır. Çünki bu saraydakı yazanlar ən mühümü şeylərdən biri, deyəlim ki, Cami Ət-Təbarix. Rəşidəddin adına çıxılır. Əslində böyük bir komisyon tərəfindən hazırlanmış bir Monqol kitabıdır. Bütün Çin Moğolu olsun, Orta Asiyada olsun, Cağatay olsun, bütün Monqollar haqqında, ailələr haqqında geniş-geniş uzun şəcərələrin yer aldığı, tarixi əsərlərin yer aldığı kitablardır. Bu mənada, yəni Monqollar haqqında təsəvvürlər bu əsərləri yazan müəlliflərin kimliyi səbəbindən və mənsub olduğu mədəniyyət səbəbindən fərqlidir. Amma biz tarixçi olaraq deyə bilər ki, ilk dövrdə Monqollar ciddi olaraq fəsadlara və dağıntılara səbəb olublar. Amma bu fəsadlarda bir məsələ vardır. Təslim olan xalqlara kəsinliklə toxunmayıblardır. Aha, təslim olanlar. Bəli. Təslim olduqlarını etiraf edib, daha sonra qarşı xəyanət edənlərə qarşı sərt davranmışlardır. Mübarizə aparan, bunların qarşısında dayanan güclərlə də çox şiddətli mübarizə aparmışlardır. Hər şeydən əvvəl o dövrdə xarizmşahların düzgün siyasət aparmaması Monqolların bu qədər dünyaya çıxmasına imkan tanıdı. Çingiz xan son ana qədər xarizmşahlarla razılaşdırılmış bir siyasətin tərəfdarı idi. Hadisə şeydə meydana gəldi. Alaəddinin, Məhəmmədin, Xarizmşah Məhəmmədin Çini ələ keçirmək arzusundan. Xarizmşahlar bilirsiniz, Səlcuqların içindən çıxmış bir dövlətdir və Səlcuqlu modelini də davam etdirən bir dövlətdir. Sonraki zamanda Xarizmşahlar Qaraxanlara aid torpaqları, bir də Qara Kitaylara aid torpaqlar ələ keçirdilər. Sonra aşağıda gəldilər, bunlar Qur bölgəsi var idi, indiki Əfqanistan bölgəsi. Xarizmşahlar, Qəznəvilərdən sonra Qurlular deyilən orada bir dövlət qurulmuşdu. Kifayət qədər böyük bir dövlətdir. Bunların torpağını ələ keçirdilər. Torpaqlarını ələ keçirdikləri zaman orada maraqlı bir hadisə oldu. Qur arxivini də ələ keçirdilər. Qur arxivindən xəlifə ilə Çingiz xan arasındakı yazışmaları tapdılar. Bəli. Qur arxivində bir nüsxəsi qalmışdı. Hətta orada xəlifənin Çingizi xarizmşahlara qarşı təşviq etdiyi haqqında məlumatlar. Ki buna görə bunun üzərinə xarizmşahlar gəldilər, Bağdada qədər gəldilər. Onu işğal etmək istəyirlər. Cəlaləddin ölənə qədər xilafətlə yola getmədi. Məhəmmədin oğlu idi elə. Ələddin Məhəmmədin oğlu idi. Axırıncı xarizmşah idi. Və ikinci bir məsələ, Çini Monqolların xarizmşahlardan tez ələ keçirməsi bunları üz-üzə gətirdi. Siyasi müstəvidə. İkincisi də xarizmşahların düzgün təşkilatçılıq aparmaması idi. Ölkə daxilində artıq qruplaşmalar var idi. Bir qrupun başında Tərkan xatun dayanırdı və Tərkan xatun ətrafında Qıpçaqlar dayanırdı. Çünki Tərkan xatun özü Qıpçaq əsilli idi.
və o zaman artıq xaricim şahların içərisində böyük bir ordu gücü Qıpçaqların əlində idi. Digər qruplaşmanın başında isə Cəlaləddinin özü dayanırdı, oğlu. Digər oğlanlar da var, pirşahlar filan bəsməkinlər. Onlar o qədər şey deyir, yəni ağıllı adam deyirlər. Fəaliyyətləri var, ağıllı adamdır. Ona görə də yəni bu qruplaşmalar xaricim şahların məğlub olmasına, Çingizin də artıq ən böyük bölgənin ən böyük gücü xaricim şah olduğuna görə onu ortadan qaldırdıqdan sonra da rahatlıqla bu coğrafiya ələ keçirməsinə şərait yaratdı. O zaman bizim də verilişimizin sonudur. Əkbər bəy, sizi də yormayaq, amma növbəti verilişimizdə bu mövzuya mütləq toxunaq. Əziz tamaşaçılar, təşəkkür edirəm sizə. Çox maraqlı, çox yeni məlumatların səsləndiyi bir veriliş oldu. Çingiz xan obrazı mürəkkəb bir obrazdır. Çoxları tərəfindən müxtəlif cür və hörmətli Əkbər hocanın dediyi kimi xalqlar və hökmdarlar tərəfindən də müxtəlif cür yorumlana bilən bir şəxsiyyətdir. Amma elə bir şəxs ki, təsiri hələ də qalıb. Onun təsiri üzərində əgər biz bu qədər danışırıqsa, bu təsir tartışılmazdır. Yəni bu olub və ola bilsin ki, gələcəkdə də olmaqda da davam edəcək. Təşəkkür edirik sizə. Növbəti verilişlərimizdə görüşənə qədər.